Bir, hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Şəmkir rayonunda Dəllər Daşbulaq kəndindəyik. Dəllər Daşbulaqda biz çoxlu sayda müəllimlər, şagirdlər, dəfələrlə tələbələr haqqında çəkiliş eləmişik. Dünən bir neçə gün bundan qabaq da şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq. Sorğular aparanda bizə qabaqsız və nümunəvi təqaüddə olan müəllimləri bildirdilər ki, biz də gözəl bir ailənin qurbanı olmağa gəldik. İstəyirəm sizlərə təqdim edeyim. Buyurun, adınız, soyadınız? Hüseyin Nizami İbrahimov. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız? 40. 40. Hansı fən tədris eləmişsiniz? Tarix. Tarix. Çox gözəl. Azərbaycan tariximizin zənginliklərini, o cümlədən də qədim dünya tarixi, xarici tarix, orta əsrlər tarixini şagirdlərə gözəl aşılamışsınız. Ondan əlavə gözəl vətəndaş, əsr vətənpərvər yetişməsi üçün əlinizdən gələni əsirgəməmişsiniz. Ona görə sizə öz adınızdan dərin təşəkkür bildirirəm. Həm də biz bilirik, gözəl babasınız, gözəl ziyalısınız. Sizə sağ ol deyirik. Neçə yaşınız var müəllim? 77 yaşınız. Allah ömür versin. Mən sizi də xoş görəcəyik. Adınız, soyadınız? Hüseynova Zərifə Məmməd qızı. Neçə il təhsildə çalışmışsınız? 48 il. Hansı fən tədris eləmişsiniz? Belə ürəklə, fəxrlə deyə bilərəm ki, 48 il mənim pedaqoji fəaliyyətdən kiçik, körpə yaşlı daha doğrusu 1-ci sinifdən 4-cü sinifə qədər şagirdlərin təlim tərbiyəsindən məşğul olmuşam. Onlara ilk dəfə yazmağı, oxumağı, vətən, ana kəlməsini mən öyrətmişəm. Ulu öndərimiz demişkən, müəllimlik peşəsi ən gözəl peşədir. Çox şərəfli peşə. Amma müəllimlik peşəsində ən çətin ixtisas ibtidai sınıfdır. Mən bu sözü həmişə demişəm, çünki ibtidai sınıf təhsil şagirdləri fənni deyil. Həm də əlifba, rəqəmlər, ana sözünü, ata sözünü öyrədən ən çətin ixtisas və ən şərəfli ixtisasdır. Bir sözlə, Lord da desək, bünövrə də olmalıdır. Ona görə sizə öz adınıza sağ ol deyirik və hər iki müəllim ikinizin də tələbələriniz müxtəlif sahələrdə çalışanlar var. Orqan sahəsində səhiyyə, təhsil, böyük biznesmenlər var və ən əsaslısı yaxşı vətəndaş yetişdirmişsiniz, gözəl övladlarınız var. Siz öz adınızdan sağ ol deyirik. Bu dünəm 2025-ci il 17 iyun tarixidir. Bizə şagirdlərinizə, tələbələrinizə, övladlarınıza ürək sözlər deyə bilirsiniz. Buyurun zaman. Şagirdlərim indi hamısı böyük ailə sahibidir, iş sahibidir, müxtəlif yerlərdə çalışır. Hamısını həyatda, ailədə də, iş yerdə, müvəffəqiyyət arzulayır, can sağlığı arzulayır. Çox gözəl. Siz müəllim öz nəvələrinizə, övladlarınıza? Mən də elə həmçinin öz şagirdlərimə birinci növbədə can sağlığı arzulayıram. Arzulayıram ki, mən onlara necə tədris eləmişəmsə, necə tərbiyə eləmişəmsə, vətən üçün əllərindən gələn eləsinlər, onun şərəfli, ləyaqətli qurucuları olsunlar. Amin, inşallah. Ailədə, həyatda onlara müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. Minnətdaram sizə dərin təşəkkür bildiririk. Çox sağ ol deyirik, sağ olun. Çox sağ olun. Siz də gəldiyiniz üçün, bizi işıqlandırdığınız üçün, bizə müsahibə götürdüyünüz üçün sizə təşəkkür edirəm.